Niyə xətlərin ayrılması məhz indi Bakı metropoliteninin inkişafı üçün bu qədər vacib hesab olunur? Yəni ki, bu işlər görülməsə nə olardı? Çünki gedir də metro işləyirdi və insanlar düzdür, biraz gecikmələr olurdu. Amma ki, yəni olmasa nə olacaqdı? Çox yaxşı sualdır. Əslində bu sualın çox geniş cavabı var. Mən çalışacağım ki, hamısını bir izah edeyim. Bizim dövlət proqramımız var və proqrama əsasən yeni 10 stansiya tikməliyik. Bəli. Bizim mövcud sistemimiz, işarə vermə sistemimiz 70-80-ci illərdə tətbiq olunan relay əsaslı idarəetmə sistemidir. Bu, bəli, təhlükəsiz sistemdir, amma köhnəlmiş sistem olduğu üçün biz onun maksimal həddindəyik. Bundan artıq sərnişinlərimizə xidmət göstərmə imkanımız yoxdur. Relay sistemi nədir? Qatarların idarə olunması mexaniki vasitə ilə, yəni birbaşa maşinistlərimiz qatarları idarə edir. Adətən bizi müqayisə edirlər digər inkişaf etmiş ölkələrin metro sistemlərindən. Orada hətta maşinistsiz də metro sistemləri mövcuddur. Bu artıq rəqəmsal idarə etmədir. Və burada bir incə nüans var. Biz yeni 10 stansiya tikintisindən başlayırıq. Bu, hər tikilən yeni stansiya özündən əvvəlki stansiyanın texniki davamı olmalıdır. Ya bizim burada seçim qarşısındayıq, ya biz mövcud yeni tikiləcək stansiyalarımızı, mövcud relay sistemini 70-80-ci illərin texniki tərəqqinin əsasında davam etdirməliyik və ya da tamamilə yeniləməliyik. Eyni zamanda biz yeni qatar almalıyıq. 299 ədəd yeni vaqon alınmasından bağlı dövlət proqramında bizim tapşırığımız var. Bu vaqonlar, bu qatarlar hansı idarəetmə sisteminə işlənəcək? Köhnə sistemlə işləyəcək, yoxsa yeni müasir sistemlə? Bizim dövlət proqramı mərhələsinə böldüyümüz zaman ilk əvvəlcə xəttlərimiz ayrılmalıdır. Bəli. Hər bir xəttin ayrıca öz deposu olmalıdır. Nərimanov deposu, Xocəsən deposu və eyni zamanda Dərnəgül deposu. Bu üç xəttin hərəsinin özünün müstəqil deposu olmalıdır. Bu depo istismar üçün çox vacib, əhəmiyyətli bir faktordur. Çünki qatarlar gecə növbədən qayıtdığı zaman orada texniki baxış keçirilir, onların sazlığı və yaxud texniki qüsur olduğu zaman xəttdən çıxarıb yerinə yeni qatarın verilməsi də həmin depo vasitəsilə təmin olunur. Biz uzun müddətli böyük bir hərəkət kütləsini bir depodan, yəni Nərimanov deposundan həm yaşıl, həm qırmızı xətti idarə edirik və kifayət qədər əməliyyat çətinliyi yaradırdı bizim üçün. Depomuz ayrılır bir. Hər xəttin özünün müstəqil deposu olur. Xəttlərimiz ayrılır, hər xəttin özünün infrastrukturu olur. Həmin infrastruktur əsasında artıq biz bu il ərzində yeni bir tender elanına başlayacağıq. Bu, Asiya İnkişaf Bankının ayırdığı maliyyə vəsaiti hesabına Bakı metropolitenin qatarların rəqəmsal idarəetmə sisteminə keçid. Bu nə demək olacaq? Bu nə verəcək sərnişinlərimizə? Digər inkişaf etmiş ölkələrdə yeni tikilmiş metro stansiyalarında olan bütün özəlliklərin, xüsusiyyətlərin artıq bizim metro stansiyamızda olacaq. Maşinistlərin kifayət qədər funksiyası azalacaq. Qatarın sürətlənməsi, əyləncələnməsi, bir-birinin arasında məsafənin saxlanması rəqəmsal həllər vasitəsilə tənzimlənəcək. Bu daha rahat, daha təhlükəsiz, daha sürətli və intervalı azaltmaq üçün ən yaxşı vasitədir. Və biz xəttləri ayırmalıyıq ki, həmin infrastruktur üzərində yeni rəqəmsal sistem quraq. Çünki biz xəttləri ayırmadan həmin rəqəmsal sistemi qursaq, təzədən xəttləri ayırında bir daha rəqəmsal sistemi dəyişməliyik. Bir-iki dəfə görməliyik. Bu ikinci addım olmalıdır. Üçüncü, yeni qatar aldığımız zaman qatar özü həmin rəqəmsal idarəetmə sistemindən əlaqəli işləməlidir. Uzlaşmalıdır. Və yeni veriləcək sifariş, yəni biz bunu gecikdirdiyimiz zaman daha çox iş yükünün altına giririk. Və burada da incə bir nüans var ki, bütün işlər gecə vaxtı hərəkət dayandıqdan sonra aparılacaq. Təxminən işarə vermə sisteminin dəyişilməsi bundan sonra 3 il davam edəcək. Biz tenderi bunu elan etsək, xəttləri ayırmalıyıq, infrastruktur bəlli olmalıdır və onun üzərində yeni işarə vermə sistemi qurmalıyıq. Yeni işarə vermə sisteminin bitməsinə yaxın bizim yeni 10 stansiyamızın artıq tamamlanma mərhələsini stratejiyasını qoyacaq. Həmin işarə vermə sistemi o stansiyada davam etdirilməlidir və o dövrdə yeni qatarlar gələcək. Qatarlar həmin sistemə uyğun qurulmalıdır və iş o cür davam etməlidir. Yəni bunlar bir-birini tamamlayan bir iş vahidləridir. Bu səbəbdən bizim üçün əhəmiyyətlidir ki, biz bu işi indi başlayaq və heç birini gecikdirmədən hamısını koordinasiya olunmuş şəkildə son nəticəyə çatdıraq.